Bütün sübutlar yenidən baxılması, işə baxılması idi. Çünki orada demək olar ki, absurd şəkildə heç bir şey yox idi. Ortada hal-hazırda bu gün də prokuror oxuduğu o qətnamədə heç bir şey yox idi. Öz istədikləri kimi. Yəni, uzadırlar da elə. Onlar uzatdıqca bu işləri uşaqların ümumiyyətcə yaşayışına, həyatına, ən çox da təhsilinə təsiri olur. Bizim evə onlar baskın eləyən zaman familin 2 notebookunu götürdülər evdən. Hal-hazırda işlədiyi, bir də mobil telefonu var idi. Onları götürdülər qanunsuz olaraq. Təbii ki, yazılı müraciət eləsəkdə, hər dəfə məhkəmədə vurğulasaq da o barədə nə rəsmi müraciətə baxılmayıb, nə də ki, famili əşyalar barədə heç kim qaytarma fikirləri yoxdur. Əslində, onları qaytarsaydı ən azından bir satıb nəyisə eləyə bilərdi. Çünki familin dərmanlarını hal-hazırda almaq imkanım yoxdur. 10 gün ki, famil dərmanını qəbul eləmir. Çox pis vəziyyətdədir.